Və kütlənin yarısından çoxunu maraqlandıran Bitcoin və neftdir. Yəni bildiyiniz kimi Bitcoin artıq 61'lərə qədər endi. 60-61 çox faciəli bir nöqtədir. Yəni dəfələrlə bu nöqtələrdəyib. Həm illər öncə qalxanda, həm enəndə. Deməli bu nöqtə həqiqətən çox təhlükəli bir zonadır. Burada baş və cim modeli yaratılması 60'dan aşağı formalaşsa 48-30'lara qədər enməsi gözlənilir. Amma dirçəlməsi təbii ki, qiymət ilk öncə 66'dan sonra isə 68'dən sonra formalaşmalıdır ki, yuxarı doğru istiqamətlə davam etdirsin. Neftə gəldi isə neft haqqında dünən biz məlumat verdi. Alış əməliyyatları da satış əməliyyatları mükəmməl gəlinlə nəticələndi. Alışlar əsasən də bugün alışlar 100.40'lardan, satışlar isə 99-30'lardan gələcək. Belə, təbii ki, gün ərzində xəbərləri də izləyin və bizim Siqnal kanalında kontaktda olun ki, ən tez xəbərləri, siqnalları orada ala bilərsiniz. Gününüz uğurlu olsun, sağ olun.